O, uşaq yaşlarından fərqli biri idi. Vətən sevgisini ürəyində daşıyırdı. Vüsal Məmmədov pilot olmaq arzusu ilə böyüdü. Lakin talih ona şəhidlik zirvəsini yazdı. O, təkcə döyüşçü deyildi. Dostlarına dayaq, əskərlərinə ata, komandirləri üçün qəhrəman idi. Vüsal yaralı halda belə geri çəkilmədi. Məni bu dəmir parçası döyüşdən saxlaya bilməz, deyərək irəli atıldı. Onun qisası təkcə dostları üçün deyildi, Xocalının qisası idi. Son nəfəsinə qədər mübarizə apardı və şəhid oldu. Vüsal Məmmədovun igidlik dolu hekayəsi Aydan Ələkbərovanın təqdimatında.